Salamlar. Gəlin bir anlıq düşünək. Rəqəmsal xidmətlər gündəlik həyatımızı, xüsusən də Azərbaycanda necə də kökündən dəyişib. O uzun-uzadı növbələr var idi ha. İndi onların hamısı bir neçə kliklə əvəz olunub. Yaxşı, gəlin görək bu proses necə baş verdi və bizi hara aparır. Yadınıza gəlir o vaxtlar, hər hansı bir sadə sənəd üçün saatlarla növbədə dururduq. Bir yığın kağız, bürokratiya, boşa gedən vaxt, o qədər də uzaq keçmiş deyil, elə deyilmi? Bax, məhz bu çətinliklər, bu əngəllər bugünkü söhbətimizin başlanğıc nöqtəsidir. Baxın, fərq göz qubağındadır. Bir tərəfdə nə var? Fiziki olaraq getməlisən, iş saatına uyğunlaşmalısan, o kağız-quğuzla baş-başa qalmalısan. Digər tərəfdə isə tamamilə başqa bir dünya. Gecə-gündüz, haradan istəyirsən qoşul, işini anında həll elə. Və bu sadəcə bir rahatlıq məsələsi deyil, yox. Bu tamamilə fərqli bir səmərəlilik, daha şəffaf bir sistem deməkdir. Yaxşı, bəs bu gün nələrdən danışacağıq? İlk öncə o uzun növbələrdən kliklərə necə gəldik buna baxacağıq. Sonra onlayn dünyanın açarı olan rəqəmsal imzadan danışacağıq. Oradan keçid alacağıq yeni rəqəmsal bazara, yəni e-ticarətə. Təbii ki, hökumətin onlayn xidmətlərini də unutmayacağıq. Və ən sonda, bütün bu sistemdə özümüzü necə qorumalıyıq, bu suala cavab axtaracağıq. Gəlin elə ən başdan, təməldən başlayaq. Hər yerdə eşidirik bu e-xidmət sözünü. Yaxşı, bəs bu nədir əslində? Gəlin aydınlaşdıraq. Deməli, qısaca desək, e-xidmət odur ki, dövlət və ya hər hansı bir şirkətlə aramızdakı o fiziki divarları, məsafələri aradan qaldırır. Nəticə nə olur? Birincisi, vaxtımıza qənaət edirik. İkincisi, insan faktoru azalır, bu da şəffaflığı artırır, korrupsiya risklərini aşağı salır və ən əsası, hamı üçün bərabər, sürətli və rahat imkanlar yaranır. Yaxşı, bu qədər onlayn xidmət var. Bəs sistem bizim həqiqətən də biz olduğumuzu haradan bilir? Təhlükəsizlik necə təmin olunur? Bax, bunun üçün bizə bir növ rəqəmsal şəxsiyyət vəsiqəsi, onlayn dünyanın qapılarını açan xüsusi bir açar lazımdır. Təsəvvür edin, adi həyatda bir sənədə qol çəkirsiniz. Bu sizin kimliyinizi və razılığınızı göstərir, düzdürmü? Elektron imza da eynilə bunun rəqəmsal formasıdır. Amma bu sadəcə imzanızın şəkli deyil, qətiyyən. Bu, xüsusi bir texnologiyadır. O, həm sizin kimliyinizi 100% təsdiqləyir, həm də sənədin siz imzalayandan sonra dəyişdirilmədiyinə zəmanət verir. Yəni, hüquqi cəhətdən əllə atılan imza ilə tamamilə eyni gücdədir. Baxın, bu təkamülə bir baxın. Sol tərəfdə nə görürük? Köhnə nəsil fiziki kart. Bunu istifadə etmək üçün xüsusi bir oxuyucu lazım idi. İndi isə sağ tərəfə baxın, SIM-a. Bütün o proses, bütün o güc indi sadəcə cibimizdəki telefondadır. Kart yox, oxuyucu yox. Bu, həqiqətən də kiçik bir inqilabdır. Fikir verin bu tarixlərə. Fevralda ilk beta versiya çıxır, apreldə artıq rəsmi olaraq istifadədədir və cəmi bir neçə gün sonra Paşa Bank kimi böyük bir oyunçu artıq onu sisteminə inteqrasiya edir. Yəni, aylar içində ideyadan real işlək bir məhsula çevrilib. Bu, rəqəmsal dünyanın sürətini göstərən mükəmməl bir nümunədir. Yaxşı, SIM-anın üstünlükləri nələrdir? Niyə bu qədər rahatdır? Birincisi, heç bir SIM kart lazım deyil. Hər şey üz tanıma kimi qabaqcıl biometrik texnologiya ilə işləyir. Aktivləşdirmək çox asan və sürətlidir. Təhlükəsizlik isə ən yüksək səviyyədədir. Və ən gözəl tərəfi, vətəndaşlar üçün tamamilə pulsuzdur. Bu o deməkdir ki, rəqəmsal dünyaya giriş hər kəs üçün açıqdır. Deməli, əlimizdə SIM-a kimi güclü bir rəqəmsal imza var. Bu, təkcə dövlət xidmətləri üçün deyil, bu açar onlayn dünyanın başqa bir böyük qapısını da üzümüzə açır, elektron ticarət. Yəqin ki, hamımız onlayn nəsə almışıq ya da satmışıq. E-ticarət budur. Amma bu, sadəcə internetdən paltar almaq deyil. Düşünün ki, bu heç vaxt bağlanmayan, sərhədləri olmayan, dünyanın hər yerindən məhsul və xidmətləri bir araya gətirən nəhəng bir bazardır. Və e-ticarətin də müxtəlif növləri var. Məsələn, böyük bir onlayn mağazadan nəsə alanda, bu B2C, yəni biznesdən müştəriyə modelidir. Amma şirkətlər də bir-birindən onlayn ticarət edir. Bu B2B-dir. Ya da məsələn, biz özümüz istifadə etmədiyimiz bir əşyanı onlayn satırıqsa, bu C2C, yəni müştəridən müştəriyə olur. Hətta biz öz bacarıqlarımızı, xidmətlərimizi şirkətlərə onlayn təklif edə bilərik. Görürsünüz, rəqəmsal iqtisadiyyat hər kəsə bir rol verir. Yaxşı, alış-veriş bir tərəfə. İndi gələk bəlkə də ən böyük, ən fundamental dəyişikliyə. Bu texnologiyalar dövlətin bizimlə, yəni öz vətəndaşları ilə olan münasibətini necə dəyişib? Söhbət e-hökumətdən gedir. Baxın, bu sözlər əslində bütün məsələnin mahiyyətini açır. Məqsəd məsafəni azaltmaq, münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Yəni, söhbət sadəcə bir sayt açmaqdan getmir.
Məqsəd dövlətlə vətəndaş arasındakı o bürokratik maneələri götürüb münasibətləri daha birbaşa, daha etibarlı bir zəminə keçirməkdir. Bu böyük ideyanın reallaşdığı yer isə e-gov.az portalıdır. Yəni artıq hər iş üçün fərqli bir nazirliyin qapısını döyməyə ehtiyac yoxdur. Yüzlərlə xidmət bir ünvanda, bir pəncərə prinsipi ilə cəmlənib. Bu, əsl vaxt qazancıdır. Və bu portalın içində nələr var? Gəlin sürətlə nəzər salaq. Məsələn, gündəlik həyatımızda ən çox ehtiyac duyduğumuz nazirliklər pensiya üçün, müavinət üçün Əmək Nazirliyi ya da sürücülük vəsiqəsi üçün nəqliyyat, müxtəlif arayışlar üçün səhiyyə, hamısı buradadır. Amma bununla bitmir əlbəttə. İqtisadiyyat, statistika, ekologiya, energetika. Demək olar ki, ölkənin bütün idarə etmə strukturları bu vahid platformaya inteqrasiya olunub. Artıq məlumat almaq da, müraciət etmək də çox asandır. Hətta xarici işlər, təhsil sənədlərinin tanınması, mənzil kommunal xidmətləri, ipoteka, bir sözlə doğum haqqında şəhadətnamədən tutmuş, ev almağa qədər bir çox prosesi eyni portal üzərindən idarə etmək mümkündür. Dövlət artıq sözün əsl mənasında cibimizdədir. Yaxşı, bu qədər imkan, bu qədər rahatlıq. Əladır. Amma hər güclü alətin gətirdiyi bir məsuliyyət də var. İndi bizim də məsuliyyətimiz onlayn dünyada özümüzü, öz məlumatlarımızı qorumaqdır. Çünki onlayn aləmin öz riskləri var. Yəqin eşitmisiniz, phishing hücumları, yəni saxta mesajlarla parollarınızı oğurlamağa çalışırlar, hesablarınıza kimsə daxil ola bilər, şəxsiyyət məlumatlarınız oğurlana bilər. Amma panikaya ehtiyac yoxdur. Əsas məsələ qorxmaq yox, məlumatlı olmaq və tədbir görməkdir. Bəs özümüzü necə qoruyaq? Bir necə qızıl qayda var. Birincisi, hər hesab üçün fərqli və güclü parol seçin. İkincisi, mütləq 2 faktorlu təsdiqləməni aktivləşdirin. O, paroldan sonra telefona gələn kod var ha, bax o. Üçüncüsü, hər gələn linkə, hər e-poçta inanmayın. Şübhəli heç nəyə klikləməyin. Bax bu sadə vərdişlər sizin ən güclü rəqəmsal qalxanınızdır. Unutmayın, ən yaxşı müdafiə rəqəmsal savadlılıqdır. Beləliklə, biz bugün növbələrlə dolu keçmişdən bir neçə kliklə işlərin həll olunduğu bir bugünə səyahət etdik. Hökumət də, biznes də artıq ovcumuzun içindədir. Amma bu hekayə burada bitmir. Əslində, bu sadəcə başlanğıcdır. Bəs sizcə, bu rəqəmsal transformasiya bizi sabah hara aparacaq? Növbəti addım nə olacaq? Bu barədə düşünməyə dəyər.